Aşağıda A, B, C xəritələri eyni ərazini təsvir edir. Eyni ərazidir. Yəni, eyni ərazidirsə, bütün bunların həqiqi sahələri eynidir. Həqiqi sahə bərabərdir hər birində. A, B və C. Hər üçündə bir-birinə bərabərdir həqiqi sahə. İndi deyir ki, C-nin miqyası 1 bölsün 1 milyon. 3, 6. 1 milyon. B, A məntəqələrinin miqyasını tapın. Müvafiq olaraq təyin edin. Biz tənasübdə deyirik ki, hər hansı bir sahənin miqyasını tapmaq üçün deməli tənasüb vururuq. Və burada tənasübə düzdür, ehtiyac yoxdur, ümumi olaraq baxaq. Deməli, birinci C-nin həqiqi sahəsinə baxaq. Tənasübümüz belədir. 1 santimetrdə miqyas, daha doğrusu kvadratı, xəritədəki sahə, həqiqi sahə. Deməli, burada bizim C məntəqəsinin birinci C verilib. Miqyasımız verilib. Miqyasın kvadratı. Xəritdə sahə və həqiqi sahə də bərabərdir hər üçündə. Amma xəritdə sahə fərqlidir. Deməli, gəlin indi baxaq. Deməli, biz burada sahədə miqyasını neyinirik? Kvadrata yüksəldirik. Sahələrə baxaq. Görün nə qədər fərq var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 tamam. C bərabərdir. Həqiqi sahə 16 tamam. Sonra B-yə baxaq. B bərabərdir. Həqiqi sahə, daha doğrusu xəritdə sahə. 1, 2, 3, 4 tamam. A-ya baxaq. A. Xəritdə sahə bərabərdir. 1 tamam. İndi bunların miqyaslarını tapaq. Bu 16 dama, 4 dama, 1 dama. Sahələrə baxaq. Neçə dəfə azaldı? Biz sahələrə baxsaq, bu 4 dəfə azalır. Bu 16 dəfə azalır. Biz dedik ki, sahə və biz miqyas tapanda miqyasın kvadratıdır. Miqyasın kvadratı olduğu üçün, yəni miqyasın kvadratını burada biz hesabladığımız üçün, bu 4 dəfə olur, bu 16 dəfə olur. Miqyasın kvadratı olmaq üçün, miqyas tapmaq üçün, biz sahədə miqyas tapmaq üçün hər hansı bir sonda ədədi kök altına alırıq. Kök altına alanda, deməli, B məntəqəsinin kökünü alsaq, yəni xəritdə sahənin kökünü alsaq, 4 bərabər 2. Miqyas, deməli, birincidən 2 dəfə kiçildi. C məntəqəsindən. Bu oldu B. Sonra A bərabərdir. Miqyas, yəni 16. Kök 16. Bərabər 4. Dəfə. İndi burada baxaq. Deməli, C məntəqəsi sahələr bu qədər azalıbsa, məsələn, xəritdəki sahə 2 dəfə azalıbsa, miqyas da budursa, C-nin. Deməli, bunun 2 dəfə azalmağı kəmiyyətin 2 dəfə böyüməyi deməkdir. B bərabərdir. 2 vurulsun 1 milyon. Bərabərdir 2 milyon. Deməli, B-nin miqyası 1 bölünsün 2 milyon. A-ya baxaq. Neçə dəfədir? 4 dəfə. 4 dəfə kiçilir. Çünki sahə azalır. Kiçilir. Daha doğrusu, bəli, kiçilir. Çünki sahə azalır. Vurulsun 1 milyon. Bərabərdir 1 bölünsün 4 milyon.
Deməli, B oldu 2 milyon, A oldu 4 milyon. Cavab A variantı. Keçək növbətiyə. Sahəsi 8,9 kvadrat 8,9 min kvadrat kilometr Şəki Zaqatala İqtisadi rayonunun dairəvi diaqram qurularkən ərazinin faiz göstəricisini və uyğun sektor bucağına müvafiq olaraq nə qədər olar? Deməli, bu faiz göstəricisini gəlin tapaq. Şəki Zaqatala həqiqi sahə 8,9 min kvadrat kilometr. Birinci gəlin faizini tapaq. Biz Azərbaycanın sahəsini tam 100% götürürük. 86,6 min kvadrat kilometr 100%. 8.900 yəni 8,9 min 8,9 min kvadrat kilometr x%. Buradan tənasüb vururuq. 8.900 vurulsun 100 vur 100 bərabərdir. 86.600 vurulsun x. Buradan da x də bərabərdir. Bunu 8.900 vuranda 890.000 bölünsün 86.000 bölünsün 86.600. 86.600 da bərabər x. O da bərabər təqribi olaraq 10,27 olur. Belə gedir. Onu da biz qəbul edirik 10,3. Bu faiz. İndi gəlin sektor bucağını tapaq. Sektor bucağı da biz bilirik ki, biz adətən sektor bucağını dairəvi diaqram, yəni dairə formasında göstəririk və mərkəzdən ayırırıq. Və bu zaman biz bilirik ki, sektor bucağı 360 dərəcədir. 360 dərəcə. Və indi gəlin baxaq ki, bu sektor bucağında bu neçəyə bərabər? Tam 360 dərəcə. Bunun sahəsi nə qədərdir? 86,6 min kvadrat kilometr. Azərbaycan sahəsi. İndi bunu tam qəbul edək. 86.600 360 dərəcə. Nə qədər sahəsi? 8.900 x dərəcə. Buradan yenə tənasüb vururuq. 8.900 deməli 8.900 vurulsun 360 bərabərdir. 8.600 vurulsun x. Buradan 8.900 vuraq 360-a eləcək. Deməli 3.204.000 bərabərdir. 86.600 vurulsun x. Buradan x bərabərdir. 3.204.000-i 3.204.000 bölünsün 86.600 bölünsün 86.600. O da x də bərabərdir. X də bərabər. Təqribi olaraq 37,1 dərəcə eləyəcək. Cavab D variantı. Sonra fərqli enliklər üzərində eyni vaxtda hərəkətə başlayan 3 təyyarə fərqli enliklərdə paralel xətti boyunca uçaraq yer kürəsinin dövrəsini eyni vaxtda tamamlamışdır. Üçü də eyni vaxt tamamlayıb. 3 dənə deməli paralellə gedən. Məsələn, 3 dənə gedir. 1, 2, 3. Məsələn, bu 1, bu 2, bu da 3. Bu tərəfdən çəkdim, eybi yox. 3. Eyni vaxtda tamamlayıblar. Bunların zamanları eynidir. Zaman hər üçündə bərabər. 1, 2,
3. Verilənləri yazmaq mütləqdir. Və eyni vaxtı tamamlayın. Aşağıdakı diaqramda verilmiş təyyarələrin sürətinə əsasən sürətlər verilib. Birinin sürəti, məsələn, deyək ki, olsun 1500 təqribi. 2-nin sürəti olsun 500. 3-ün sürəti olsun, deməli, 1100 təqrib olaraq. 1100. Deyir ki, sürətinə əsasən onların hansı enliklər üzərində uça biləcəklərini müvafiq olaraq müəyyən edin. Hamısı tam dövr ediblər, çevirəm. Buradan da bura gəlib, eyni vaxtda, buradan da bura gəlib, fırlam eyni vaxtda, buradan da bura eyni vaxtda. Zaman eynidir. Hamısında zaman eynidir. İndi gəlin baxaq. Sürətləri 1-in çoxdur, 3 biraz aşağıdır, 2 lap azdır. Biz dedik ki, paralellərin uzunluqları qütbə doğru getdikcə azalır. Qütbə doğru getdikcə azalırsa, eyni zamanda, eyni vaxtda çatıblarsa, deməli, qütbə doğru getdikcə paralellərin uzunluqları azalır. Və bunlar eyni vaxtda çatıblarsa, üçü də eyni vaxtda çatıbsa, deməli, ən sürətli gedən, ən uzun yol gedib. Yəni, məsələn, deyək ki, baxın, bu yer kürəsidir. Bu ekvator. Məsələn, birinci məntəqə 1500 ilə gedib. Bu birinci məntəqə. İkinci məntəqə gedib 1000-dən. İkinci məntəqə 1000-dən. Üçüncü məntəqə gedib 500 ilə təqrib olaraq. Bu üçüncü məntəqə. Deməli, uşaqlar, deməli, bu, həmin o təyyarələr bu formada olacaq. Məsələn, 1 daha ekvatora yaxın olacaq, 2 biraz uzaq, 3 isə daha uzaq olacaq. Gəlin baxaq. 1, 20 doğru gəlir. 2, 40 doğru gəlir. 3 də 60 doğru gəlir. 60-cı paralel. Çünki uzunluq azaldıqca, qütbə doğru uzunluq azalır, sürət də azalır. Uzunluq, deməli, çox olanda sürət çox olmalıdır ki, eyni vaxtda çatsın. Sürət azalanda uzunluq az olmalıdır ki, eyni vaxtda çatmış olsunlar. Cavab B belədir. Kartometrik təhlilə aid deyil, təhlil metodları var, vizual var. Şəhər işarələri bilərək ilk görünüş, yəni xəritə nə görürsə olur, vizual olur. Kartometrik hesablama işlərdir, bir də qrafik ərazinin profili qurulur. Hesablanması aiddir, tapılması aiddir, ölçülməsi aiddir. Bu vizualdır. Yer səthində düzbucaqlı şəklində olan əkin sahəsinin sahəsi 150 kvadrat kilometrdir. Həqiqi sahə. Bu düzbucaqlıdır bu. 150 kvadrat kilometr. Bunu yazdıq. Bu əkin yerinin təsvir olduğu xəritə miqyası 1/500.000 olarsa, deməli, miqyas 1/500.000 bölək 100.000. Çünki 1 kilometr 100.000 santimetrdir. 3, 5. 500.000 isə 3, bu da 5. 1 santimetrdə 5 kilometr çevirdik. Olarsa, bunlara görə gəlin gör nəyə tapa bilərik. Deməli, miqyas 1 kvadrat santimetr sahə üstü. Miqyas kvadratı. Xəritdə sahə, həqiqi sahə. Verilənə qoyaq yerinə yazaq. 1 kvadrat santimetr, miqyas 5 kilometrin kvadratı. Xəritdə sahəni bilmirik, həqiqi sahə 150 kvadrat kilometr. Buradan tənasüb. Xəritdə sahə bərabərdir. 5-i, daha doğrusu vurulsun. 5-in kvadratı 25 bərabər 150. Xəritdə sahə bərabərdir. 150 bölünsün 25. Xəritdə sahədə bərabərdir. 150-ni 25-ə böləndə 6. Bunu tapdıq. Məsələn, birinci hissəsinə xəritdə sahəni tapdıq. Bizə məlum olan, olmayan. Keçək ikincisi. Deyir ki,
Xətt üzərində yerləşdirilmiş paletkanın damaların sayını. Paletka dediksə tənasimin quyruğu. 1 paletka 0,25 0,25 deməli x paletka xəttdə sahə. Yerinə qoyaq 1 paletka 0,25 x paletka 6 xəttdə sahə 6-dır. Deməli x paletka vurulsun 0,25 bərabər 6. X paletka bərabər 6 bölünsün 0,25. X paletka da bərabərdir 24. Cavab A variantı.